Məni candan usandırdı, qəfadan yar usanmazmı? Fələklər yanında himdən, muradım şəm'i yanmazmı? Məhəmməd Füzulinin Məni candan usandırdı qəzəlindən danışacağıq bugün. Demək, qəzəl haqqında ilk olaraq ümumi məlumatlardan verim, bəzi məlumatlar verim. Qəzəldir adının janrı. Sonra qəzəlin qafiyə quruluşunu bilirsiniz. A, B, A, C, A, D, A şəklindədir. Son beytində müəllif adını çəkib, lakin özünü müraciət eləməyib. Əruz vəzninin həzəz bəhrindədir. Əgər desə ki, bütün beytlərində bədii sual var, doğrudur. Desə ki, bütün misralarında bədii sual var, yanlışdır. Desə ki, bütün beytlərində daxili qafiyə var, yanlışdır. Desə ki, bütün beytlərində yox, əksər beytlərində və yaxud da birinci beyt istisna digər beytlərində daxili qafiyə var, bu fikir doğrudur. İndi qəzəl haqqında danışaq. Birinci beytində deyir, mənə candan usandırdı, cəfadan yar usanmazmı? Yəni, məni öz canından usandırır, amma cəfa verməkdən yar usanmazmı? Fələklər yandı ahimdən, fələklər göy cisimlər. Yəni, o mənada işlənə bilər, bir çox mənada işlənə bilər. Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? Muradımın şamı yanmazmı? İkinci beytində deyir ki, qamu bimarinə canan, dəvayi dərd edər ehsan, neçin qılmaz mənə dərman, məni bimar sanmazmı? Deməli, qəzəlin, ümumiyyətlə, qəzəldəki eşq bir mənalı qiymətləndirilməməlidir. Yəni, həm ilahi, həm dünyəvi eşqdən danışa bilər. Və bu beytdə ilahi eşqin təzahür etdiyi beytlərdən biridir. Qamu bimarinə canan, hamının xəstəliyinə, dərdinə canan, dəvayi dərd edər ehsan. Bir dərdinə dəva ehsan eləyir. Neçin qılmaz mənə dərman? Mənə niyə dərman qılmır? Məni bimar sanmazmı? Hamının dərdinə dərman eləyən Allah Teala olduğu üçün Məhəmməd Füzuli də ikinci beytində Allahı tutub nəzərdə, yəni ilahi eşqdən danışıb. Mən indi beytləri sırayla ola bilər demərəm, amma əsas ümumi məzmunundan danışırıq. Sonra digər bir beytində deyir ki, qəmin pünhan tutardım mən, dediklər yarə qıl rövşən. Desəm ol bivəfa bilmən, inanarmı, inanmazmı? Deyir, mənə deyirdilər ki, öz dərdini pünhan tut. Mən qəmimi pünhan tuturdum, mənə dedilər yarə qıl rövşən və yarına deyir, yarını dərdini aç. Desəm ol bivəfa bilmən. Desəm deyir, o vəfasız bilmirəm, inanarmı, inanmazmı? Burada inanarmı, inanmazmı təzaddır. Sonra digər bir beytində deyir ki, deyildim mən sənə mail, mən sənə meyilli deyildim. Deyildim mən sənə mail, sən etdin əqlimi zail. Sən mənim əqlimi aldın əlimdən, zay elədin. Sən etdin əqlimi zail, mənə tənə eləyən qafil. Mənə tənə eləyən qafillər, qəflətdə olan deməkdir. Mənə tənə eləyən qafil səni görsə utanmazmı? Səni görsə utanmazmı? Yəni, utanar demək istəyir. Yəni, məni bu hala salan sənsən, səni görsə o da bu hala düşər və mənə bir zamanlar tənə elədiyi üçün utanar. Sonra deyir ki, şəbi hicran yanar canım. Hicran gecəsində canım yanar. Şəbi hicran yanar canım. Tökər qan çeşmi giryanım. Göz yaşımdan yerinə qan axar. Tökər qan çeşmi giryanım. Oyadar xəlqi əfxanım. Xəlqi mənim əfxanım oyadar. Qara bəxtim oyanmazmı? Amma deyir, bu qara olan bəxtim oyanmazmı? Deməli, şəbi hicran ayrılıq gecəsidir. Şəbi hicran yanar canım, tökər qan çeşmi giryanım dedik, bunlar ki, gözümdən qan axar. Oyadar xəlqi əfxanım, xalq əfxanım oyadar, amma ki, qara bəxtim oyanmazmı? Sonra, gülü rüxsarına qarşı gözümdən qanlı axar su. Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı? Sənin deyir, gül üzünə qarşı mənim gözümdən qanlı su axar. Bilirsiniz ki, su hər şeyin rəngini öz üzərinə götürən bir mayedir. Məsələn, suya qırmızı rəng tut, qırmızı olacaq. Qırmızı rəng olacaq həmin hissəsi, tutduğun hissəsi. Yaşıl rəng tut, yaşıl olacaq. Deyir ki, gül rüxsarına qarşı gözümdən qanlı axar su. Sənin deyir, gül üzünə üzbəüz duranda bu ağlayır, göz yaşı şəffafdır, yarın üzü güldür. O gülün rəngi bunun göz yaşına əks eləyir, qırmızı olur. Gül rüxsarına qarşı gözümdən qanlı axar su. Həbibim. Həbib, dost, əziz, yaxın adam mənası. Həbibim.
Fəsli güldür bu, gül fəslidir. Axar sular bulanmazmı? Yəni görürsüz də yəqin ki, e, yaz qabağı çaylar axanda bulanıq axır suyu. Hər ilin fəsli güldür bu, axar sular bulanmazmı? Deyəsən bir dənə son beyti qaldı demədiyimiz. Demək, birinci beyti dedik, qanı bimarinə canan beytini dedik. Ondan sonra deyildim mən sənə mail beytini dedik. Şəbih hicrana canan beytini dedik. İndi gül ruxsarına qarşı beytini dedik və 6 tən qəmpinan tutardımdan beytini dedik. Bir dənə son beyt qalıb. Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır. Sorun kim bu nə sevdadır? Bu sevdadan usanmazmı? Usanmazmı sözünü birinci beytdə də işlətmişdi. 2 dəfə işlədim. Amma bu Füzulinin söz bazasının, söz ehtiyatının zəif olduğu demək deyil. Əslində o böyük ustalıq tələb eləyir şairdən ki, bir sözü qəzəldə qafiyə olmuş, əvvəlki beytlərdə qafiyə kimi işlətdiyi bir sözü ikinci dəfə də işlədə bilmək böyük ustalıq tələb eləyir şairdən. Füzuli də yəni, o böyük ustaların ən böyüyüdür bəlkə də. Deyir ki, Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır. Sorun kim bu nə sevdadır? Bu sevdadan usanmazmı? Füzuli rindü şeydadır, aşiqdir, aşiq bir rinddir. Həmişə xəlqə rüsvadır. Həmişə xəlqə rüsvaydır. Rüsva aydındır yəni ki, həmişə xəlqə rüsvadır nə deməkdir? Sorun kim bu nə sevdadır? Soruşun ki, bu nə sevdadır? Ki, bu sevdadan usanmazmı? Bu sevdadan bezmirmi? O xalqa rüsva eləyir. Deməli, adını çəkdi, özünə müraciət eləmədi. Belə.